Maşallah keyfin də kökdür. Bəlkə bayramdır, bizim xəbərimiz yoxdur. Yaxşı adamla kəlmə kəsməyin özü də elə bayramdır. Hə, yaxşı otur. Xeyri ola çağıtdırmaqdır. Deyirlər, quşçuluq ferması açmısan bərədə. Lənət şeytana. Adamın qarasınca çox şey danışarlar. Elə buna görə çağırtırmısan? Yaxşı onda mən gedim. Bərə Kəməsəl yəsin. olma, otur. Sözüm var isə, məsləhətim var sən. Bəlkə qaydasan köhnə peşənə, o cavan traktorçuları yığasan başına, axsaqqallıq eləyəsən. Necə fikirdir, hə? Getməyinə gedərəm. Gəl bu kontuziya zəhrimar qırıb amanımı. Traktorun nərilsin eşidəndə elə bilirəm üstümə tan gəlir. Başımı soxmağa yer axtarıram. Bilirəm isə. Bilirəm. Sən axı mənim qardaşımla getmişdin davaya. Yaxşı, onda səndən bir təvəqqüm var. Nə təvəqqə? Bizim təzə mexaniki tanıyırsan da? Bəs necə tanıyıram? Nə olar? Bəlkə gəlib qalsın sizdə? Elə bu? İncimə İsa, tək adamsan, qulaq yoldaşı olarsınız. Ağıllı məsləhətdir. Qəribə oğlandır. Çöldə qoymayacaq ki. Mən razı. Aysa, Nədir? deyirlər bu həndəvərdə bəzi rəqiblərin peyda olub. Üzümü bir yerdən hopdum alırlar. Eşitməmsən? Yox, eşitməmişəm. Sağ ol uzun. Hoş geldiniz. Mexanik əmi, sənə telefona çağırırlar. Kimdir ki? Bilmirəm, Bakıdandır. Geldiniz, buyurun. Kimdir? Eldar, Ha, ana. oğlum necəsən? Hə? Yaxşıyam ana. Sən necəsən? Hamı yaxşıdır, hamının salamı var sənə. Eldar, Məndən də salam de. dayın hər şeyi düzəldi. Bugün Ana. səni çağıracaqlar. Ana, yaxşı, Bax, bəsdir. günün altında çox dayanıb eləmə. Yeməyini içməyinə fikir ver. Hamımız öpürük səni. Sağ ol.